pıça-pıç danışırlar. Hə. Güman var ki, Firuz bala o Pəriyə deyir ki, gəl barışaq. Güman var ki, Pəri də deyir ki, naxşı boşa gəlim sənə, başın haqqı. Firuz bala elə hey deyir ki, az gəl barışaq. Pəri də ki, Firuz bala bu sözləri deyəndə sən özün eşitdin? Nəyi? Nəyi eşitdim? Yəni Firuz bala bu sözləri deyəndə sən öz qulaqlarınla eşitdin? Yox, eşitməmişəm. Amma dodaqları qərbəşidir. Bir də mana baxı, elə döysə, bəs niyə bir yerdə danışırlar? Odla bambığın nal verir. Görürsən bir sən Allah, 3 aydır kənddən gedmişəm, aləm qarışıb bir-birinə. Sənsiz bu kəndin bir gün olmasın, at amaşa. Sən bu kəndin cəmaatın yığan. Camal kişiyə qalsa, Pəri qız onu bir gündə yıxıb, keçib oturar yerində. Deyir, balkonluq istəmir, qaydır kəndə. Boy, kəndə? Boy, kəndə niyə gəlir ki? Yeləsib qoz tökülür? Nə tökülüb deyirsən? Qoz! Hara tökülüb? Ayar vat yerə. Məsəl üçün deyirəm də. Məsəl üçün, Elə döysə, onda qara qalus kimi parıldayan maşını, o işini, sənətini qoyub, bu palçığın, batalığın içinə niyə gəlir? Yaxşı, o pəri olsun, mən də tamaşa. Görsün ona necə tamaşa qururam. Mənə bax tamaşa, mən səni tanıyıram, bilirsən nə var? Nə sən məni görmüşsən, nə mən səni görmüşəm. Nə mən sənə söz demişəm, nə də sən məndən söz eşitmişsən. Xəsiyyətimi bilirəm, qurtardıq. Ayarvat, indi sən özün bu sözləri mənə demirdin. Nə demişəm, mən xəbərçiyəm. Boy, necə də qırmızı arvatsan sən. Qırmızı niyə ayıbdır sənin üçün? Boy, day sənə heç sözüm yoxdur. Nə sözün olacaq, mənə bax, üzləşdirsən sözün altından lüb çıxacaqam. Yaxşı, sənin də qulluğuna yetişəm. Nə qayracaqsan? Nə qayracaqsan axı?